onun əhli azdır. Eləcə də əshabı, onlar da bəzən acılıqdan qarınlarına daş bağlayıb, necə ki Əbu Hureyra bəzən acılıqdan qarnına daş bağlayırdı, acılığın şiddətindən yıxılırdı. Ümmətin xeyirliləri, ağaları, öndə gedənləri, dünya onları tox, doymuş kimi tanımayıb, dəbdəbəli həyat sürən kimi tanımayıb, lakin tanıyıb səbirlə, yəqinlə, razılıqla. Ona görə də kimə Allah Teala öz lütfündən veribsə, acıları unutmamalıdır. Ona verilən niməti lovğalığa çevirməməlidir. Qəflətdə olmamalıdır ehtiyac sahiblərindən. Sakit olub, soyuq olub, onlara qarşı sərt olmamalıdır. Gəlib ki, Muvattada Ömər radiyallahu anhu qıtlıq ilində deyir ki, insanlar ilk dirçəlişinə qədər yağ yeməyəcəm. Bax necə ac olanların dərdinə şərik olub. Və sonra bil ki, əgər istəyirsən ki, əmin-amanlıq qalsın, onda Allahın itayətini ayaqda tut. İstəyirsən geniş ruzi olsun, Allahın neymətlərinə şükür et. Və əgər istəyirsən cəmiyyətdə aclıq olmasın, yox olsun, aradan qalsın, haqları yerinə getir, xüsusən də kasıbların, yoxsulların haqlarını ver. Və əgər istəyirsən ki, əmin-amanlığın qorunsun, ölkəndə bəndələrin əmin-amanlığı qorunsun, Allahın hədlərini qoru, ədaləti qoru, öz nəfsindən zülmü, haqsızlığı, azğınlığı uzaq et. Və Peyğəmbər sallallahu aleyhi və səlləm qonşu haqda və xüsusən az olan qonşu haqda, möhtac olan haqda şiddətli xəbərdarlıq edib, elə bir xəbərdarlıq ki, yalnız daş qəbrilər duymaz. Deyib ki, leysəl mümin, əlləzi yeşbə'u və cəruhu cə'i ilə cəmbi. Yanında qonşusu ac olan, tox olan mömin ola bilməz, mömin deyil. Və deyib ki, müsəlmanın qardaşıdır, ona zülm etməz, onu köməksiz qoymaz. Kim qardaşının ehtiyacını ödəyərsə, Allah Teala onun ehtiyacını ödəyər. Ona görə tox olan acı tərk eləməməlidir. Əmin-amanlıqda olan, qorxu halında olanı sahibsiz bırakmamalıdır. Sıxıntını aradan qaldıra bilən, kənara çəkməməlidir özünü. Çünki belə etsə qəlbini sərtliyə ərz edir, cəmiyyəti parçalayır, nəfsini Allah Teala'nın sorğu-sualına məruz qoyur və şəriət bizdən sadəcə eşidib, danışıb təsirlənmək istəmir. Əksinə, əməl istəyir ki, kömək edəsən. Deyir ki, sallallahu aleyhi və səlləm, ey Adəm övladı, sən öz artıq malından xərcləməyin sənin üçün xeyirdir və əgər tutub saxlasan, sıxsan, bu sənin üçün şərdir. Sənə baxılması vacib olan insanlardan başla və yuxarı əl, aşağı əldən daha xeyirlidir. Ona görə də artıq malınızdan xərcləyin Allah üçün, qəbləriniz dirilsin deyə, möhtacların ehtiyacı aradan qalxsın deyə, cəmiyyətdə birlik olsun deyə, kin, ədavət, parçalanma aradan qalxsın deyə, sınmış qəblər sevinsin deyə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dua edərdi daima, səhər axşam, deyərdi ki, Allahumma inni əsəlükəl əfvə və ləfiyyə. Allahım səndən bağışlanma və salamatlıq, sağlamlıq istəyirəm. Fi dini və dünyaya və əhli və məli. Dinim üçün, bax birinci dinim üçün dedi. Sonra dedi dünyam üçün, sonra ailəm üçün, sonra malım üçün. Sonra dedi ki, Allahumma astur ürati və əmin rəvayati. Allahım, eyiblərimi ört, qorxduğumdan mənə əmin amanlıq ver.